Mən maşın istəyirəm. Maşınım olsun. Yox. Dinən niyə görə kədərliyəm? Yox, maşınım olsun da buna görə. Əl çəkməm. Dinən ki, maşını nə üçün istəyirsən sən? Maşını nə üçün istəyərlər? Rahatlıq üçün, rahat olmaq üçün. Birdən rahatlığın maşınsız olsa necə? Maşının olmadan rahat olsun. Onda necə? Quran deyir ki, maşın rahat eləməyəcək səni. Əla bi zikrillah tətməinnül qulub. Demə maşın istəyirəm, denən rahatlıq istəyirəm. Maşın da Allah qismət eləsin. Paxıl deyil, Allah burada oturanların hamısına maşın qismət eləsin. Amin. Allah nəsib eləsin, Allah qismət eləsin. O məsələ deyil. Amma rahatlığı niyə buna bağlayırsan? Niyə görə buna bağlayırsan? Rahatlığın maşının istəyinə yapış nəfsündən get gör sözü nədə axır sözü. Ola bilər rahatlıq, ola bilər rahatlıq olmasın. Onun altında bir şöhrət istəyi olsun. Şan şöhrət istəyi. Filan kəsin filan maşını var. Məhlədə danışsın cəmaat. Mən təzdən nəfsüvə sual verir. Birdən maşın olmadan daha böyük şöhrət versələr sənə necə? Şan şöhrət.